Bismillahirrahmanirrahim. Qardaşlar, yəqin Quran-ı Kərimdə siz Həzrəti İbrahimin tarixçəsini oxumusunuz. Ən azı bayaq bəhs edirdik. Mümtəhənə surəsinin 4-cü ayəsi idi, səhv eləmirəmsə. İbrahim və onunla olanlarda sizin üçün bir ibrət var və sairə. Və onu qeyd edeyim. Quran-ı Kərim Həzrəti İbrahimin ibadi məsələlərinə toxunur, az toxunur. Əsas onun siyasi mübarizələrinə toxunur. Nəmrudla necə mübarizə apardı və s. bunlara toxunur. Bir nöqtə var orada, o nöqtədən sonra gəlib əsas mövzuya çataq. Həzrət İbrahim gəlir ki, ay, ulduz və s. ibadət edənlərdən gəlir. Onların ibadət elədiyi müqəddəs şeylərdə, bu cür deyək, hadisələrdə, narrativlərdə şübhə yaradır. Yəni, əsas işini, bəli, cəmiyyətin hidayəti, əmisinin hidayəti bunlara qoyur. Amma əsas işini gətirmir, kahinlərlə üz-üzə çox qalmır. Gəlib çox çinovniklərlə, məmurlarla çox üz-üzə qalmır. Oxun ucunu yönəldir Nəmrudun düzəltdiyi narrativlərə. Siyasi qüdrət nəyin üstündə formalaşıb? Bütpərəstliyin, ideologiya, dövlət ideologiyası orada bütpərəstliyidir. Gəlib onu vurur, narrativləri vurur. Burada söhbətimizi saxlayaq, keçək ikinci hissəyə. Təsəvvür edin, bir nəfər məclisə gəlir qəzəbli halda və dava eləmək istəyir səndən. Əgər sən edə bilsən, onu güldürsən, 50% dava ehtimalı azalır, düzdür? Bu bir. Bir nəfərə qəm baş verib. Məsələn, bizdə İmam Hüseyin faciəsi, Məhərrəmlikdə. Sən əgər al-əlvan geyinsən, deyib gülsən, o matəmdən nəsə azalır, düzdür? Bu kimi onlarla misal çəkmək olar. Və biz Quranda bunun nümunələrini çox görürük və dini ədəbiyyatda çox görürük. Buna ayrı adla deyirlər katarsis effekti. Katarsis effekti nədir? Və biz təbliğatımızda necə düzgün istifadə edirik? Çünki bəzən təbliğat edirik, iş görürük, söhbət edirik, danışırıq. Amma çünki bunun elmi bizdə yoxdur, düşmənin qurduğu oyunda çalışırıq. İxlas var, hər şey var. Amma bəzən o hədəfi düz vura bilmədiyimiz üçün düşmənin böyük bir dənə oyunu var, onda oynayırıq. Məşhurdur da, deyirlər ki, qardaş, dövlət başçısının işin olmasın, çinovnikləri vur. Amma Quran deyir ki, küfür imamları ilə döyüş. Bizə deyirlər, yox, küfür imamının işiniz olmasın. Çinovniklərlə mübarizə aparın, məmurlarla, icra hakimi ilə, polis rəisi ilə. Bu adam ixlasla mübarizə aparır, həqiqətən onu düşmən görür. Amma oyun meydanı onun oyun meydanıdır. Quran sənə deyir, küfür imamı ilə. Sən deyirsən, yox, küfür imamı ilə sonra. Quran deyir, başını birinci vur. Sən deyirsən, yox, mən dırnaqları ilə oynayacağım. İndi bu katarsis effekti izah elədiyim kimi nədir? Bir nə ola bilsin, sən bir cür təbliğat aparırsan, bir cür iş görürsən, o gərginliyi azaldırsan. Gərginliyi Azərbaycanda yaradan sənin ideoloji düşmənin həqiqi başdadır. O aşağıda buyruq qulları ilə çox əlləşməyin, ifrat vaxt ayırmağın nə olur? O gərginliyi azaldır. Hakimiyyət xalq arasında gərginliyi azaldır. Yəni, çinovnik, məmur pisdir, hakim yaxşıdır. Cənab prezident yaxşıdır. Sistem yaxşıdır. Sən onun narrativi ilə mübarizə aparmırsan. Məsələn, tutaq ki, bir dənə bayraq narrativi düzəldir. O bir tür eləyir, onda tabu yaransın. Sən ona hücum eləmək əvəzinə, sən vaxtını sərf eləyirsən xırda şeylərə. Tutaq ki, icra hakimin öz başınalığına. Sonra nə baş verir? Həmin hökumət gəlir, həmin icra hakimi dəyişir. Problem həll oldu? Həll oldu. Çünki sən onu problem göstərmirsən. Dövləti idarə edən həmin siyasi narrativlər və hekayələr və fikirlər, ideologiya yox. Həzrət İbrahim gəlir, neçə yaşı var? Bəzilərdə 15-16 yaşı vardır. Gəlir, birbaşa narrativləri vurur. Ayı vurur, ulduzu vurur. Niyə vurur? Çünki o vaxtın dövlət ideologiyası onun üstündə qurulmuşdu. Bütü gedib baltalayır. Niyə bütü baltalayır? Çünki bütün qanunlar və siyasi narrativlər onun ətrafında formalaşmışdı. Gedib, üzrən, burada kahini baltalamır. Bizdə necə olardı? Biz kahini vurardıq. Kahini baltalayardıq. O kahini baltalamır. Gedib narrativin özünü vurur. Üçüncü bəhs.
Epstein hadisəsi baş verəndə bu faciəsi, Yahudi Epstein hadisəsi, mən dedim ki, mütləq bunun haqqında anekdotlar və gülməli şeylər düzəldəcəklər. Niyə? Gərginliyi azaltmaq üçün. Yadınızdadırsa, Heydər Əliyev Azərbaycana gələn kimi gedirdi bu Kevin Parnizbaku. Onların iclaslarında otururdu. Niyə otururdu? Məgər onlar hökumətin adamlarını məsxərə eləmirdilər. Sonradan məlum oldu ki, onların bəziləri Detxanın zabitidir. Ölən nə idi? Adı nə idi? Detxan zabiti. Nə baş verirdi? Niyə Heydər onu dəstəkləyirdi? Qardaşlar, sosial gərginlikləri azaltmaq və sosial partlayışın... Bu vaxtda çoxlu kitablar var, elmi məqallar var. Mən onun şirəsini istəyəm, çıxarım verəm sizə. Sosial gərginliyi və sosial partlayışın qabağını almaq üçün ən yaxşı yol sosial problemləri məsxərəyə çevir. Məsələn, tutaq ki, bir nəfər acından ölür. Tutaq ki, Əbu Talıbov kimi bir nəfər, sən gəl onun işini məsxərəyə tut. Bu sosial gərginliyi azaldır. Sonra Hasan Əbu Talıbın işini görəndə biri başlayır gülməyə. Nəyə görə deyim, bir nəfər qəzəbli gəlirsə, istəyirsənsə dava olmasın, çalışa bilsən, onu güldürsən, gərginlik 50% azalır. Sən isə sosial partlayışın qabağını alasan, Əbu Talıbovu güldür. Bəzən də Əbu Talıbov kimiləri qoyurlar ki, belə gülməli adamdır. Zaten bu adam gülməlidir, düzdür. Cəmaət sosial gərginlikdə hiss elədiyi o psixoloji gərginliyi azalda bilsinlər. Deməli, hökumətlər özləri maraqlıdır ki, sosial problemləri məsxərəyə götürəsiniz. Sosial problemləri sırf gülüş obyektinə çevirəsiniz və ondan o qəzəbi azaldasınız. Məsələn, yenə qeyd edim də, həmişə bunların rüşvət məsələsini mən məsxərəyə çevirsəm, bundan sonra rüşvətlə qarşılaşanda başlayır gülməyə, gərginlik azalır. Parnizbaku Kevin o işi görürdü. Yəni, hakimiyyətin siyasi narrativlərinə xidmət edirdi. Onun siyasi ideologiyasına xidmət edirdi. Amma cəmaatı qaldıra biləcək sosial problemləri məsxərəyə götürdü və bununla hakimiyyət xalq arasında qarşıdurmanı zəiflədirdi, azaldırdı. Yaxşı, bəs biz ən çox nəyin üstündə təmərküz etməliyik? Bir, əvvəlcə bunları bölək, sonra izah eləyək, sonra şey eləyəcəm ki, ən çox nəyin üstündə bilməliyik? Psixoloji katarsis. Psixoloji katarsis nədir? Stres və qorxu reaksiyalarını dəyişdirmək. Tutaq ki, cəmiyyətə Hitler Sovet İttifaqına hücum edib, cəmaət qorxu içindədir. Stalin dərhal əmr verdi ki, Hitleri məsxərəyə götürün. Qorxunun yerini dəyişdi. Bu olub tarixdə, bunu eləyiblər. Şəxsi bəzən məsxərəyə götürürsən, o əsas fiquru. Bu, bir psixoloji katarsis yaradır, gərginliyi zəiflədir, qorxunu azaldır, ya da əksinə gücləndirə bilər. Bunu istifadə edirlər və bunu təbliğat aparanlar öz iş prinsipində diqqət yetirməlidir. İkinci, sosial dediyimiz kimi, qruplar arası, varlı və kasıb arasında. Tutaq ki, Epstein adasında bir dənə faciə baş verib, orada həmin o fizik nə idi? O da iştirak edib. Görürsən, İspaniyada 20-30 nəfər onun ağzını əyirlər, güldürürlər cəmaatı. Əmin ol bunun işin arxasında yəhudilər dayanıb. Niyə? O həmin sosial gərginlik yarada biləcək, nifrət yarada biləcək yəhudilərə, Epsteinə, varlı təbəqə olan gərginliyi azaldırlar. Epstein hadisəsini yumora çevirirlər, satiraya çevirirlər. Heç bir narrativinə dəyməyiblər. Epstein hansı narrativini vurdular? Hansı ideologiyasını vurdular? Yəhudi olmağını vurdular. Onun bir qatı milyarder olmağını vurdular. Yox. Gəldilər, onların işini yumora çevirirlər. Və bununla yumşaldırlar. O cinayəti yumşaldırlar. Yəni, həqiqətə onlara... Mən əminəm bu işin dalında onlar deyərəm. Hətta mən bir Yahudi kanalında gördüm. Epsteinin faciəsi haqqında anekdotlar düzəltmişdilər. Dünəni gördüm. Və bunu davam edəcəklər, gücləndirəcəklər. Bir cür olacaq. Bundan sonra Epstein adı düşəndə bəzi adamlar güləcək. Adlar qoyacaqlar, Epstein, nə bilim, şəklin qoyacaqlar, yumşaldırlar. O katarsis effekti. Yəni, səndə Yahudidir, bu cinayəti törədib, harın adamdır, Amerikanın bu cür deyək işidir, onu çevirlər məsxərəyə. Bu gərginliyi azaldırlar. Və üçüncü, dediyim kimi, həmin siyasi katarsis. Yəni, ölkədə dominant, hakim olan narrativlər var, ideyalar var, sənə icazə verməyəcəklər onu vurasan.
Bax, orada sənin ciyəri çıxardırlar. Həzrəti İbrahim onu eləyirdi. Həzrəti Musa onu eləyirdi. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Dedilər ki, bax, nəysən biz veririk. Amma bu siyasi narrativ var. Bunu vurmadı. Yəni bu katarsisi yaratma, o müqəddəsliyini aradan aparma. Bir gün biz sənin Allahına ibadət eləyək. Bir gün sən bizim Allahımıza ibadət eləyək. Qoy onun müqəddəsliyi qalsın. Həzrəti Muhammed dedi, yox. Buyurdu, yox. Həzrəti Muhammed sırf düşmədi orada fərdlərin üstünə. Sırf düşmədi, tutaq ki, onların cinayətlərini məsxərə eləsin və sosial gərginliyi azalsın. Xeyr, gəldi onların bütlərini təhqir edir. Təhqir əlbəttə burada söyüş mənasında deyil. Çünki deyir, bu əks nəticə verə bilərdi bəzən. Amma hər halda onların o əsas ideologiya ki var, onu vururdu. Yəni, əgər biz, Mümtəhəni sözü 4-cü ayəsində, bizim üçün Həzrəti İbrahim və onunla olanlarda bir ibrət varsa, bir də onun siyasi mübarizə ibrət edir. Siyasi mübarizə necə aparırdı? Gəlib kahin bıçaqladı, yoxsa büt baltaladı. Büt ki, niyə baltaladı? Nə fayda? Onun narrativin ardı. Onlarda bir müqəddəslik vermişdilər ki, bu hər şeyə qadirdir. Gəlib onu vurdu. Onda sən oyun meydanı qurursan və onlara çəkirsən oyun meydanına. Həzrət, gör, neynədir bu şəxsiyyət, bu ilahi övliya? Bir şey elədi, Fironun oyununa düşdü. Firon gəlib deyir ki, sən bu baltalamısan. Deyir, yox, bu eləyib. Nəmrud düz istəyəm, qardaş deyir, Nəmrud düz deyir, mən qarışdırdım. Nəmrud deyir ki, sən eləmirsən? Deyir, yox, bu eləyib. Neynir? Oyuna düşür. Deyir ki, o ki, eləyə bilməz. Deyir, aha, bir dənə müqəddəslik getdi, deməli, eləyə bilməz. Bir narrativləri vurur. Ondan sonra deyir ki, bunlar yiyə bilmir, heç nə. Bir onların müqəddəslərini, siyasi narrativləri, hökumətə, hakimiyyətə, sistemə, siyasi narrativləri vurur. Amma biz gələk o cür eləməyək. Zəhmət sərf edirik, vaxt sərf edirik. Hey ictimai, sosial fəsadları neyinirik? Yumor halına salırıq. Bəzən lazımdır, həmişə demirəm. Amma əgər bu onlara zərbə olsaydı, birinci gündən KVN-i bunları bağlayardılar. Bütün ölkələrdə KVN-lərə icazə veriblər. Və diqqət edin, KVN heç vaxt sistemə hakim olan ideologiyanı vurmur. Heç vaxt. Məmurları vurur, məmurları məsxərəyə çevirir, gərginliyi azaldır. Yəni KVN-lərin arxasında, məsələn, Parnizbakov, Yahudilərin, indi kimin deyək, bunların bir dənə fikir otağı dayanır və bu fikir otağı o səmtə yönəldir, onu hidayət edir ki, bu həqiqətdə cəmaət bəli gülür, söyür, axıra kimi söyəcəklər. Heç vaxt sosial partlayış yaranmayacaq. KVN-ə baxan sosial partlayış yaratmağa qadir deyil, hərəkat yaratmağa qadir deyil. Buna görə təbliğat aparatımızda biz bunun dalınca olmalıyıq. Necə ki, düşmən bunun dalınca. Düşmən gəlir, o əsas hicab narrativimizi vurur. Biz nə edirik? Ya pasiv müdafiə mövqeyindəyik, ya da deyirik ki, çinovnik pisdir. Biz onun hakim sistemini vurmalıyıq. Çünki bizə hakim sistemi və dəyəri vurur. Hicab bizim üçün hakim bir dənə dəyərdir. Hakim düzdür, elə-belə məsələdir ki, dinin üstunlarındandır. Gəlib deyir, uşaqlarınız məscidə gəlməsin. Bu bizim şiənin həyat üstununu təşkil edən bir dənə şeydir. Biz gəlir, onun müqabilində həmin polis rəisini tənqid edir. Onların siyasi narrativlərini araşdırıb onu vura bilmirik. Onu tənqid edə bilmirik. Burada lazımdır fikir sahibləri. Buna görə, qardaşlar, hətta bu, məsələn, Qançar, Alyona Qançarla bağlı, hətta orada da görürsən, yumşaldırlar. Gülürlər. Yəni bir dənə faciəyə gülürlər, məsxərə göstərirlər və cəmiyyətə bu adiləşir. Yəni eyni zamanda ki, ailəni təhdid edirlər və zərbə vururlar. Bu İngilis kəşfiyyatı deyanı bu işin dalında. Deyəcəm, mən izah eləmişəm sizə. Niyə İsrail bunun dalında deyil? İsrail birinci layihənin dalında idi. Qançarın gətirilməsi. Vurulması isə ingilisdir ki, böyük The New Great Game-ə qayıdır ki, rəsmən deməli, Andrew 2004-cü ildə sənədlər üzə çıxanda elan elədi ki, biz bu şey edəcəyik. Amma hətta onlar da istəmirlər Azərbaycan cəmiyyətində əxlaq narrativi hakim olsun. Onu bir cür məsxərəyə çevirirlər ki, hamı gülür, bir dəfə, iki dəfə, 10 dəfə adiləşir. Qorxunu gördünüz, biz harada oyuna düşürük? Bəli, ailədən nəsə almaq istəyirlər, bu öz yerində. Amma bu hadisənin özünü gülməli şəkildə təqdim etməklə, güldürməklə adamları, onda olacaq o katarsis effekti, gərginliyi azaldırlar. Bir var desinə, ay millət, bu nədir, faciə, vursun başına filan, gülür, məsxərəyə çevirir. Buna katarsis effekti deyirlər. Yəni, eyni zamanda ki, zərbə vururlar, istədiyini alırlar, o yandan da cəmiyyətə zərbə vururlar, bir dənə faciəni gülməli şəkildə göstərirlər. Və əmin ol,
Ola bilsin, sən bir nəsilsən, xoşun gəlmir, narahatsan buna. 10, 15, 20 yaşındakı cavanlar, onlar üçün bu gülməli bir dənə şey olacaq. Hər şeyi gülməli edə bilsən, ona qarşı tolerantlıq yaradır. Tolerantlıq yaradır, yəni pəncərəsini açır, qəbul edir. Averton pəncərəsi budur da. Yəni artıq cəmiyyət düzdür, indi söyür onu, amma ona qarşı möhkəm dayanmaq istəmir. Niyə? Çünki onu güldürür, qəzəbləndirmir. Mən bir dənə sadə sual deyim. Michael Smith bunu öz kitabında bəhs edib. Nəyə görə cəmiyyətlər, adətən bütün ölkələr istəyirlər bir dənə tarixində soyqırım olsun, onu qabartsınlar. Niyə? Soyqırımlar səbəb olur. Ona görə bizə Məhərrəmliyi Aşuranı uşaqlarımızdan alırlar. İnsanlar birləşsin. Çünki təhdid. Heç bir gülməli hadisələr bəşərin tarixində belə, hətta qələbələr o qədər birləşdirə bilmir. Faciələrdir. Ona görə ermənilər deyir, vay bizi qırıblar, biz deyirik, vay bizi qırıblar. Hamı deyir, bizi qırıblar. Hamı bunu deyir. O hallar ki, bu cür narrativləri yarada bilmirlər, onların gələcəyi yoxdur. Bizi saxlayan İmam Hüseyin, ona görə deyir İmam Hüseyin məclisədə bir narrativ ki, bizi bu cür əziblər, intiqam hissi formalaşdırır. İndi Allah eləməsin, Allah eləməsin, əl-əyazu billah, biz İmam Hüseyin məsələsini gülməli şəkildə təqdim edək. Buna görə deyirəm, Mərsə ilə Roza ilə zarafat eləməyin. Bəzən görürsən, məsələn, ki, acımışam, acından öldürəm, bunun Mərsə formasını deyirlər. Qardaş, eləməyin, bu zərbədir, özü də bilmirsiniz, nə inirsiniz. Katarsis effekti. Faciəni azaldırsa həmiyyətini. Ona görə deyir, qaşqabaqlı, narahat, qaşqabaqlı bu mənada ki, yəni qəmgin görün o günü. O effekti çoxaldın. Nəinki azaldasınız. Ona görə deyir, qara geyinin ki, qəm əlamətidir. Qırmızı geyinməyin, o vaxtı toy eləməyin. Bunlar hamısı effekti azalır. Effekt azaldıqca o qrupda nə olur? Özünün müdafiə instinkti zəifləyir. O hiss zəifləyir səndə. Təsəvvür elə, deyirlər ki, hücum edib, sən evinə hücum edə bilərlər, arvad-uşağına hücum edə bilərlər. Yəni, faciə törənəcək. Sən onda daha çox bütün gücünü səfərbər edirsən, düzdür? Bir də deyəcəklər ki, gələcək bir dənə dəlidir, qapını döyəcək, belə iki dənə axmaq söz deyib çıxıb gedəcək, ha. Onu ciddi qəbul etməyəcəklər. Buna görə mən sözümü xülasələşdirim. Vaxtı bəs geniş demək istədim, o şirəsini sıxıb çıxardım deyim. Ki, Epstein hadisəsi ilə bağlı gördüm, məsələn, biraz çox gülməli bir dənə mühit vermək istəyirlər ona və bu qorxuludur, faciədir. Yəni, dediyim kimi, Epstein eyni zamanda o Trumpdan istədiyin ola bilsin almaq istəyirlər. Eyni zamanda bəşəriyyət üçün bir dənə Averton pəncərəsi açırlar. Bu hadisəni adiləşdirirlər. Yəni, bəşəriyyət özünü öldürməli idi. Bu nə faciədir? Uşaqları yiyiblər burada, kəsiblər. Nə baş verir? Çünki gülməli şəkildə təqdim edirlər. Adi şəkildə. Bundan qabaq bunu eləyiblər. Filmlər vasitəsilə katarsis effekti təsirini azaldıblar. Manyaklar haqqında filmlər göstəriblər. İndi biz təbliğat aparatında əgər yumorla işləyiriksə, sosial gərginlikləri çox yumor və satira dilinə salmayaq. Bu, o sistemlə əzilən xalq arasında bu cür deyək, gərginliyi azaldır. Yenə deyirəm, təkcə bunu baxmaq kifayət edir ki, bütün dövlətlər KVN-i himayət edirlər öz ölkələrində. KVN-i də yaradan Azərbaycanda, Rusiyada təqribən hamısı Yahudilərdir. Təqribən Yahudilərdir. Azərbaycanda Yahudidir, bəli? Moskov Yahudidir. Azərbaycandakı da Yahudidir. Bəli. Və dövlət onu himayə edir. Bu sənin sual deyil. Yəni, doğrudan istəyir cəmaət gülsün və onun məmurlarını tənqid eləsin. Yox, məmurun cinayətini gülməli göstərsin və Əbu Talib kimi gizin birini gətirib qoyurlar, giz deyil. Gülməli bir dənə təlxəyi qoyurlar. Cəmaət onu görəndə, cinayətləri görəndə gülür. Məsxərə çevirlər, ağlamaq əvəzinə ki, biz faciəyə doğru gedirik. Gülürlər. Deməli, sosial gərginlikləri gərək çox hesablanmış şəkildə biz bu cür deyək, satiraya çevirək. Deyirik ki, biz bu narrativləri bunları, əsas narrativləri